yerləri və göyləri yaradan, mələkləri rasullar olaraq 2 qanadlı, 3 qanadlı, 4 qanadlı edən Allah bütün təriflərə layiqdir. Yəni ona həmd olsun. Ona həmd olsun. Fikir versən, deməli mələklərin qanadları var. Necə olar cisimdə ki qanadları var? Aydınmı? Deməli cisimdə olar. Və qalə, yəni ki Allah Taala buyurur ki, Quran-ı Kərimdə: "Və lev tara iz yetavaffallezine keferu el-melaiketu yadribuna vucuhahum və adbarahum." Deyir ki, sən görəydin ölüm vaxtı kafirlərin halını, mələklər onların önlərinə və arxalarına vura-vura aparacaqlar. Mələklər onların önlərinə və arxalarına vura-vura aparacaqlar. Qalə, həmçinin Allah Taala buyurur: "وَلَوْ تَرَى إِذِ الظَّالِمُونَ فِي غَمَرَاتِ الْمَوْتِ وَالْمَلَائِكَةُ بَاسِطُوا أَيْدِيهِمْ أَخْرِجُوا أَنفُسَكُمْ." Sən görərdin zalimları, yəni günahkarları, Allaha yəni asi olan insanları ölüm anında mələklər onların canlarını hansı şiddətlə çəkib alacaqlar. Yəni basitu aydihim akhricu anfusakum, öz canınızı çıxarın. Yəni bir hədisdə gəlib ki, onlar necə məftilin yunundan çıxdığı kimi canları çıxar onlara. Yəni əzab əziyyətlə də çıxar. Yəni o zahirən görünməyə bilər dünyada. Lakin bu qeybi məsələdir. Qeybi məsələ. Və həmçinin Allah Taala buyurur ki: "Fəhatta iza fuzza an qulubihim qalu maza qala rabbukum qalu al-haqq və huvel aliyyul kabir." Onlar dedilər ki, onların qəlblərindən qorxu getdiyi vaxt onlar dedilər ki, Rəbbiniz nə deyib? Qalul haqqa. Onlar dedilər ki, haqq. Onlar danışırlar.